Salam hörmətli tələbələr, bugün mən sizə sualtı dronun elektronikasının yığılmasını göstərəcəm. İlk əvvəl LM2596-nı USB hub'a qoşulur. Bunun üçün USB hub'ın VCC ayağına 5.5 volt cəryan veririk və ground ayağını mərkəzi mənfi xəttə qoşuluq. Bunun əlavə USB portdan hub'a gedən 5 volt kabelini dövrədən ayrılıb, yerdə yalnız ground qalır. Yəni 5.5 volt cəryan ancaq LM-dən gəlir, tam dövrədə yalnız mənfi var. Out mənfini qoşuluq mənfiyə, out müsbəti qoşuluq müsbətə. Növbəti mərhələdə LM2596-nın input girişinə və output çıxışına baxılır. Bu modula 12-48 volt cəryan vermək olar. Biz hal-hazırda 15 volt verməklə başlayaq. Növbəti mərhələdə ESC-ləri motorlara lehimləyirik. Burada poliarlıq vacib deyil. Çünki proqramdan biz bu motorların istiqamətini sonradan dəyişə biləcəyik. Daha sonra ESC-nin müsbət və mənfi ayaqlarını mərkəzi kabelə birləşdiririk. İki xətt üzərindən müsbət qırmızıya, mənfiləri isə qara xəttə lehimləyirik. Kabel xəttini lehimləyirik və izolyasiya edirik. İndi isə XT60 mail başlığını ana xəttin başına lehimləyirik. Bunun üzərində olan müsbət və mənfi poliarlıqlara fikir veririk. Mənfi bizdə qara, müsbət isə qırmızıdır. Hörmətli tələbələr, başlığın female olması mütləqdir. Əks halda modulu qoşa bilməyəcəksiniz. Power modulunu PIC-SOCK qoşulur. Buradakı pinləri main 1-dən oxuyuruq. Diqqətlə baxaq. Main 1 fiziki olaraq 7-ci pindən başlayır. İndi isə pinləri sayarıq. Burada mən random ardıcılığı ilə ESC-ləri qoşmuşam. Amma siz gəminin üzərində seçdiyiniz framedən asılı olaraq verilmiş ardıcılıqla qoşmalısınız. Ağ kabel aşağı, qara kabel isə yuxarı baxmalıdır. Power Sense modulu PIC-SOCK-un üzərindəki power yuvasına qoşulur. Test üçün LiPo batareyanı qoşaraq gözləyirik. Siqnal gəlir və PIC-SOCK-un işığı yanır. Növbəti mərhələdə dövrəni cəryandan ayrılır. Adapterin input müsbət və input mənfi girişlərini ana cəryan kabelinə lehimləyirik və izolyasiya edirik. İlk əvvəl sol aşağı küncdə kameranı görürük. Daha sonra joystick qoşuruq. Sonra motor bölməsinə gəlirik və burada frame'imizin doğru olmadığını görürük. Bunun üçün frame bölməsinə keçirik. Doğru frame'i seçib PIC-SOCK-u söndürüb yandırırıq. Gəlirik Motors bölməsinə. Burada görürük ki, motorlar disarmeddir. Gəmini armud eləyib motorları yoxlayırıq.
Motorlar işləyir. Gəlirik motorların kalibrasiya menüsuna. Virtual Setup bölməsinə gəlirik. Motor kalibrasiyası bölümündə təhlükəsizliyi söndürürük. Motorları yoxlayırıq. Birinci motor saat əqrəbi istiqamətində fırlanmalıdır. Startı veririk və yoxlayırıq. Birinci saat əqrəbi istiqamətində fırlanır. İkinci saat əqrəbi istiqamətində fırlanır. Üçüncü saat əqrəbi istiqamətində fırlanır, amma bizdə əks istiqamətində olmalıdır. Bunun üçün reverse modu qoşuluq. Dördüncü, saat əqrəbi əks istiqamətində fırlanır. Bu doğrudur. Beşinci, saat əqrəbi istiqamətində fırlanır. Bu doğrudur. Altıncı motorda saat əqrəbi əks istiqamətində fırlanır. Mütləq şəkildə nəzərə almaq lazımdır ki, saat əqrəbi əks istiqamətində fırlanan motorlarda pərlər əks istiqamətdə olmalıdır. CV və CCV, clockwise və counterclockwise. Əks halda gəmi özünü düzgün idarə edə bilməyəcək. Növbəti mərhələdə batereya menüsünə daxil oluruq. Batereya seçirik və analog voltage only. Daha sonra reboot virtual edirik. Daha sonra ana menüdə bateriyada qalan voltaj göstərilir. Və burada biz modları dəyişə bilirik. Manual, Stabilize, Depth Hold mod, Arm və Disarmed modları. Bu modları biz joystick vasitəsilə də dəyişə bilirik. Arm və Disarmed modlarının əsas mənaları gəminin işini dayandırmaq və işə salmaqdır. Arm iş vəziyyətinə hazır, Disarmed təhlükəsizlik modu. Əziz tələbələr, bununla da bugünkü dərsimiz sona yetdi. Növbəti dərslərdə görüşmək ümidi ilə.